Belə bir suala baxırıq. Əraziyə düşən 200 kalori kvadrat ümumi radius 35% yer səthi tərəfindən udulmuşdur deyir. Əks olunan və udulan radiasiyanın fərqini tapacaq. 200 100%dirsə, x da 35% tapırıq. X bərabərdir. 35-i 200-ə vurub 100-ə böldükdə udulan radiasiyanımızı tapırıq. Burada udulan radiasiyamız 70 kalori kvadrat santimetr edəcək. Bu bizim udulan radiasiyamız. İndi biz bilirik ki, ümumi radiasiya udulan və əks olunan radiasiyanın cəminə bərabərdir. Və buradan da biz əks olunan radiasiyanı tapa bilərik. Əks olunan radiyasiyada müvafiq olaraq ümumi radiasiyanın udulan radiasiyanın fərqinə bərabər olacaq. Ümumi radiasiyamız 200 kalori kvadrat santimetr. Udulan radiasiyamız isə 70 kalori kvadrat santimetr tapdıq. 200-dən 70 kalori kvadrat santimetr çıxdıqda edəcək 130 kalori kvadrat santimetr. Və burada sualda bizdən soruşur ki, əks olunan və udulan radiasiyanın fərqini tapın. Edəcək 60 kalori kvadrat santimetr.